Azərbaycanın qeyriyyətli və şücaətli ruhanilərdən sözü verir Əziz Zülfüqar ruhanimizə. Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xayrun nasirin və mu'in. Bu böyük müsibət münasibəti ilə bütün müsəlmanlara, xüsusilə Azərbaycan xalqına, dindarlara başsağlığı veririk. Allah bizi düşmənini tanıyan müsəlmanlardan, möminlərdən qərar versin inşallah. Çox uzun uzadı danışmaq fikrim yoxdur. Burada yığışmağımızın əsas məqsədi düşmənə nifrətimizi bildirmək və dostlarımıza, xalqımıza öz səmimiyyətimizi, dostluğumuzu və xalqın kənarında onların bir davamçısı, müdafiəçisi olduğunu göstərməkdən ibarətdir. Allah Teala Kur'an-ı Kerim'de buyurur: Ya eyyühellezine amenu la tettehidu aduvi ve aduvakum avliya. Ey müminler, siz mənim və özünüzün düşmənlərini dost seçməyin. Bir Allah'ın düşməni vardır, dini düşmən vardır, bir de milli düşmən vardır. Bəzən biz bunları ayırırıq. Dindar olduğumuz için təkcə dini düşmənləri görürük. Bəziləri heç onu da görmür. Amma dindar da bunu bilməlidir ki, həm dini düşməni vardırsa onu bilməlidir, onu tanımalıdır, həm də öz milli düşmənini tanımalıdır. Bəzən milli düşmənə etinasızlıq edirik. Milli düşməni 10-cu dərəcəli bilir. Yox, Kur'an-ı Kerim'in bizden istediği ondan ibarətdir ki, hem milli düşmənimizi tanımalıyıq, hem dini düşmənimizi. Ermənilər tarix boyu bizim millətin düşməni olmuşdur. Həmişə Azərbaycan'a ola zərbə vurublar. Azərbaycan xalqını arxadan zərbə ediliblər. Xarici düşmənlərimizin, xüsusilə Rusların əlaqələri olurlar. Onlar bizə arxadan bilim çəkiblər. Onlar heç zaman üz-üzə gələ bilməyiblər və gələ bilməzlər. Amma böyük düşmənimizin əlində bir alətə çevrilib bizim xalqımıza qarşı faciələr törədiblər. Xalqımıza qanlı qədalı günlər yaşadıblar. Müsəlman, mömin həm milli düşmənini tanımalıdır, həm dini düşmənini tanımalıdır. Ermənilər bir cəhətdən bizim milli düşmənimizdirlər. Başqa bir cəhətdən həm də dini düşmənimizdirlər. Onlar həm millətimizə qarşı ədavətlidirlər, həm də dinimizə qarşı, həm bizə qarşı ona görə ədavətli, barışmaz mövqe tutublar ki, müsəlmanıq, həm də ona görə bizə qarşı bu mövqe tutublar ki, Azərbaycanlıyıq. Ermənilere ölüm olsun! 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 Yani sen hem peygamberi kabul ettiğin için, Ehl-i Beyt'i kabul ettiğin için, Ermeni qəsbkarlarının düşməni olubsa, onlar seni düşmən siyahısına salıblar, hem de Azerbaycanlı olduğun için. Ne? Azerbaycan xalqı bunu yaddan çıxartmalıdır ki, o hem Azerbaycanlı olduğumuz için bizi düşmən bilir, ne de müminler bunu yaddan çıxartsınlar ki, onlar bizi Müslüman bilib bizden düşməndirlər. Onlar hem bizi Müslüman bilib bizden düşməndirlər, hem de Azerbaycanlı bilir, Türk bilir, Kürt bilir ve başka milletler bilib düşməndirlər. Ve bu dediklerimden məqsəd budur ki, hem dinde hem deli dindar bir olup düşməni tanımalıdırlar ve düşmənə karşı sert olmalıdırlar. Allah Teala
Enfal suresinde buyurur ve aiddu lehum mestata'tu min kuvvetin ve min ribatil khayr turhibune bi aduvallahu ve aduvakum. Siz güc elde etmelisiniz, güçlü olmalısınız. Niye? Hem Allah'ın düşmanını korkutmak için hem de öz milli düşmanınızı korkutmak için. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Bazen bize böyle bir təsəvvür yaranır ki, biz təkcə dini düşmanlara karşı duruşmalıyız. Dini düşmanlara karşı ədavətli olmalıyız. Yok. Allah buyurur, turhibune bihi aduvallahi ve aduvakum. Hem siz Allah'ın düşmanına karşı sert olmalısınız, hem de öyle düşmanlarına karşı. Bu müminin əqidəsi olmalıdır, çünkü Kur'an ayetidir bu. Bizim hiç kimden işimiz yoktur ki. Onlar Allah tarafında yaratılırlar. Bizim hiçbir halkla düşmançılığımız yoktur. Ama eğer o bizim torpağımıza göz salırsa, o bize karşı kırgınlar törədirsə ve bugün de onu devam edirsə, tabi olarak biz de ona karşı öz münasibətimizi göstermeliyiz. Biz de ona karşı çıkmalıyız ve onda hansısa cinayete el atmak için onun qabağını almalıyız. Tarih boyu onlar bize karşı bu zulümleri eləyiblər. Bu mesele çok önemli meseledir. Dindar hem milli düşmanına karşı hem ümmet düşmanına karşı öz mövqeyini sergilemelidir. Bu birinci ehemmiyetli meseledir. İkinci ehemmiyetli mesele ondan ibarettir ki, Xocalı günü, Xocalı faciası büyük bir faciadır. Siz bilirsiniz ki Ermeniler bugün dünya seviyesinde Azerbaycanlıları, Türkleri soykırımda ittiham ediyorlar. Siz iki halk görürsünüz dünyada bu işi yalan tebliğ ediyor. Bir, Siyonistlerdir, dünyada yalan tebliğ ediyorlar, Müslümanları ve dünyanı ittiham ediyorlar. İkinci Dünya Muharebesi'nde tekçe Yahudiler yok, bütün insanlar kırılmıştır. Bütün insanlar kırılmıştır. Azerbaycan'ın özü ne kadar şehit vermiştir, elil vermiştir, esir vermiştir. Bütün halklardan kırılmıştır 2. Dünya Muharebesi'nde. Ve bizim araştırmalarımız onu gösterir ki 2. Dünya Muharebesi'ni, 1. Dünya Muharebesi kimi hele Yahudilerin vasıtasıyla törədilmiştir. Onlar onu törətmiştiler. Tarih gösterir ki Elmat İsrail! Elmat İsrail! Elmat İsrail! Elmat İsrail! Elmat İsrail! Elmat İsrail! 2. Dünya Muharebesi yarattılar, halkları qırğına verdiler, öz menfur devletlerini Filistin'de kurdular. Yani haritayı değiştiler. Ne ki Yahudi halkı 2. Dünya Muharebesi'nde kırılır, hatta bunu yaratanlar da onlar özleri olmuştu. Ama siz görürsünüz yalan olarak dünyada tebliğ edirlər ki Yahudi halkını 2. Dünya Muharebesi'nde kırıldılar. İkinci halk bunlar kimi? Dırnağın arası halk. Ermenilerdir ki bugün onlar dünyaya derdirler ki bizi Türkler, Azerbaycanlılar kırıblar. Eyniyle hamam motivlidir. Eyniyle o tipli dünyada tebliğat aparırlar. Ve təəssüflər olsun bugün bazılarına inandırmaya çalışırlar. Onun mukabilinde biz de adım atmalıyız. Biz hakikati çatdırmalıyız. Biz yalan danışmırıq. Biz uydurmalar etmirik. Xocalı faciası baş verir. Gözümüzün qabağındadır. Dünyanın gözünün qabağındadır. Biz hakikati çatdırmalıyız. Bu hem bizim milli vazifemizdir hem de dini vazifemizdir. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Bu hem bizim Allah'ımızın bizden isteğidir hem de halkımızın hakkın, adaletin tələbidir. Allah inşallah bizi Allah'ın yaxşı bəndələrindən və xalqımızın yaxşı vətəndaşlarından qərar verəcəkdir. Allah sizi həmişə xalqın, dinin köməkçilərindən, davamçılarından qərar versin inşallah. Teşekkür ederim.